Bizim qarşımızda bir mikrofon var, düzdürmü? Bu mikrofon, mən bu mikrofona baxanda xoş bir xatirə ağlımda canlanır. Deyək ki, mən uşaqlıqda 1-ci sinifdə oxuyanda mikrofonu əlimə alıb mahnı oxumuşamsa, ağlımda xoş bir xatirə ilə qalıbsa, mənə xoş bir təəssürat yaradacaq və bu inanc, bu düşüncə avtomatik olaraq mənim vücudumda da xoşbəxtlik hormonlarının falan salgılanmasına səbəb olacaq. Ancaq hər kəsdə bu belə olmur. Başqa bir insanın, məsələn, sizin zehninizdə mikrofonla bağlı negativ bir xatirə varsa, məsələn, çox istədiyiniz bir uşaqlıqda bir mikrofon olub, onu sizə almayıblarsa və nəticədə mikrofon sizin arzularınızın, xəyallarınızın puça çıxması kimi şərtlənibsə, o mikrofonu görəndə siz başqa bir duyğu hiss eləyəcəksiniz, mən başqa bir duyğu hiss eləyəcəm. Məhz bu səbəbdən də biz deyə bilərik ki, bizim yaşadığımız problemlərin hər birinə individual baxmaq lazımdır ki, mənim bu yaşadığım sıxıntı mənə hansı bir mesajı vermək istəyir və bunun arxasında hansı səbəb ola bilər. Bu da çox individual və spesifik bir yanaşmadır. Bir də çətin bir şey deyil bu arada. Bir-iki dənə sadə suala baxır bu. Özəlliklə yəni Saykidə bu çox asan bir şeydir. Ona görə də hər hansı bir kateqoriyalara bölüb sonra o kateqoriyaların həllini ayrıca bir şəkildə insanlara satmaq mənim artıq prinsiplərimə və həyat fəlsəfəmə zid bir hala gəlib.